Salam millət. İqtisadiyyat naziri, ona hər şeylər naziri deyirlər. Saxladığı oğlan işindən azad olunub. Bəli, elə sizin başa düşdüyünüz mənada saxladığı oğlan Azər Süleymanov İqtisadiyyat Nazirliyində tutduğu vəzifədən azad edilib. Bu şəxs haqqında 3 il əvvəl video çəkmişdim. Bir həftə əvvələ qədər o həmən idarədə, İqtisadiyyat Nazirliyində, Dövlət Vergi Xidmətində aksizli və markalanmalı malların dövriyyəsinə nəzarət baş idarəsində rəis işləyirdi və onu Mikayıl Cabbarov yaxşıca saxlayırdı. Lakin görsənir ki, onun bu idarədə etdiyi yaramazlıqlar, bunun keçmişi siqaret alverçisi olub, sonradan Mikayıl Cabbarovla tanış olub və onu İqtisadiyyat Nazirliyinə gətirib, hətta bu idarədə bir bölməyə rəis də təyin edib, xüsusən də elə siqaretlə bağlı olan bölməyə. Və indi Baş Prokurorluq bu günləri məlumat yayıb ki, həmən idarədə Dövlət Vergi Xidmətində əməliyyat aparıb və bu xidmətdə bir neçə nəfəri həbs edib. Ciddi bir söhbətdir və görsənir ki, burada Mikayıl Cabbarova hansısa formada uzaqdan qulaq vurması verirlər. Özünün keçmiş saxladığı barədə. Bəlkə də elə Mikayıl Cabbarov özü torbasını tikib Azər Süleymanovun və işdən çıxardır. Və bu xidmətdə də Baş Prokurorluqla danışıb əməliyyatlar həyata keçirtdirib. Çünki mənə Cabbarovlar ailəsinə yaxın olan bir mənbə bildirir ki, artıq Azər Süleymanovla da xeyli müddətdir Mikayıl Cabbarov ayrılmışdı. Bu Azər Süleymanov. O Azər Süleymanovdur ki, mən onun haqqında ifşa edici məlumatı 3 il əvvəl vermişdim. Xahiş edirəm, videonun sonuna qədər izləyin, bəyənin, paylaşın ki, daha çox insan izləsin. Bu məlumatlar heç yerdə yoxdur. Və inanmıram ki, də olsun. Azad Söz kanalına abunə deyilsinizsə, abunə olun ki, sizdən gizlədilən gerçəklərdən vaxtında xəbərdar olasınız. Bir bomba xəbərə. Mikayıl Cabbarov Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında, yəni öz nazirliyinin tərkibində olan Dövlət Vergi Xidmətinin aksizli və markalanmalı malların dövriyyəsinə nəzarət baş idarəsinin rəisi Süleymanov Azər Rıza oğlu ilə qeyri-rəsmi həyat yaşayır. Məsələ onu bu vəzifəyə, öz oğlanını bu vəzifəyə gətiribdir oğlanı olduğuna görə. Yenə deyirəm, İlham Əliyev, sənin boynunu yerə soxum ki, belə bir şəxsi gətirib bu vəzifəyə qoymusan. Bəs sual olunur ki, niyə bu vəzifələrdə İlham Əliyev bunları bilmirmi? İlham Əliyev elə bunları bilir və elə onu da İlham Əliyevin gözündə qaldıran bu əməlləridir. Vaxtilə Mikayıl Cabbarov əvvəlki videoların birində də mən bu haqda qısa danışmışdım və faktları təqdim etmişdim. Azərbaycanda arvad dəyişmə partilərinin təşkilatçısı adam olubdur bu, Mikayıl Cabbarov. Məsələ 2000 neçənci illərdə. Həmin ərəfələrdir. Bax, bu həyasızlığına görə, namussuzluğuna görə, əxlaqsızlığına görə İlham Əliyev onu vəzifədən vəzifəyə gətirib qaldırıb bura. Dəyərli dostlar, deməli, Baş Prokurorluq İqtisadiyyat Nazirliyində əməliyyat həyata keçirib. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı ölkəyə qaçaqmalçılıq yolu ilə 18 kiloqram qızıl zinət əşyası keçirdi. Bu xəbəri detallı indi sizə oxuyacağım və adlarını necə qeydəm, kimlər həbs edilibdir və kimlər qıraqda qalır. Amma gəlin Mikayıl Cabbarovun əvvəllər saxladığı, yəni bir neçə il əvvələ kimi, bilmirəm, bəlkə də dəyişdirir o, yəni müəyyən müddətdən bir oğlan dəyişdirir. Amma onun yaxından tanıyanlar bilir ki, bu adam üzdən İraqdır. Və dəyərli dostlar, Azər Süleymanov, şəklində gördünüz, hökumətin bütün saytlarında demək olar ki, getdi ki, Azər Süleymanov vəzifəsindən azad edildi. Və onun yerinə isə deməli Fərid Hacıyev adlı bir şəxs gətirildi. O, əvvəllər baş idarənin təhlil şöbəsinin rəisi olubdur. Bəs
Həmən saytlara əgər həmən xəbəri oxudunuzsa, bu Azər Süleymanovun şəklini siz gördünüzmü? Yox. Heç yerdə bu adamın şəkli yoxdur. Mənə xüsusi bir mənbə göndərmişdi və mən də sizi elə siqaret çəkən yerdə onun şəklini də sizə göstərdim. Çünki Mikayıl Cabbarov bu adam idarədə rəis olmasına rəğmən icazə verməyib ki, onun şəkilləri hardasa paylaşılsın, gündəm olsun, sosial şəbəkədə də və yaxud da hardasa. Dövlət məmuru, İqtisadiyyat Nazirliyində yüksək bir vəzifə tutan şəxs Mikayıl Cabbarovun oğlanı olduğu üçün şəkilləri heç yerdə paylaşılmayıb, gözə soxulmayıb. Mikayıl müəllim qısqanırdımı? Ona görəmi? Yoxsa adının çıxmasını və hallanmasını istəmirdi. Amma azad sözə o şəkil göndərilmişdi və ifşa edilmişdi. Və üzərindən çox deyərdim, 1-2 il keçdi, işdən azad etdilər. Amma vergi xidmətində baş verənlər üstündən keçiləsi məsələlər deyil idi. Baş prokurorluq əməliyyat keçirdi. 18 kiloqramlıq qızıl zinət əşyası ələ keçirilibdir. Bu haqda hökumətin mediası yazır. Mən bilmirəm orada nə düzdür, nə doğrudur. Sadəcə yazdıqlarını oxuyuram mən. Dövlət Vergi Xidmətinin İstintaq İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Orucov Fuad Tofiqoğlu, hazırda məhkum edilmiş Məhərrəmov Kamran İmranoğlu, Qurbanov Xəyyam Adiloğlu və digər şəxslərlə birgə cinayət əlaqəsinə girib. Fuad Orucov və digərləri Türkiyə Respublikası ərazisindən xüsusilə külli miqdarda ümumi dəyəri təxminən 1 milyon 700 min manat olan 18 kiloqramdan artıq qızıl zinət əşyasını qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə gətiriblər. Prokurorluq tərəfindən aparılan istintaq vaxtı Fuad Orucovun yaşadığı evə baxış zamanı Makarov tipli tapançaya aid 39 ədəd patron da aşkar edilib. Faktla bağlı cinayət məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb və müəyyən şəxslər məsuliyyətə cəlb ediliblər. Başqa bir indi sizə xəbəri mən oxuyum. Deməli, sərhəd xidmətində və Hövsan limanında bildiyiniz kimi həbslər həyata keçirildi. İlham Əliyevə bu məruzə elədilər ki, siqaret qaçaqmalçılığı üstündə olubdur və siqaret qaçaqmalçılığı edilmişlər. Gəmilərlə hardansa gətirirdilər Bakıya və o qaçaqmalçılıq deməli, siqaretləri satılarkən bunlar aksizli və markalanmış mallar idarəsinin nəzarətində olmalıdır. Və bildiyiniz kimi Bəylər Əyyubovun qardaşı oğlu Həsən Eyyubov həbs edildi və sərhəd xidmətinin başqa əməkdaşları, Hövsanda işçiləri həbs edildi və gömrükdə işçilər həbs edildi. O vaxtı Mikayıl Cabbarov yəqin ki, anlayıb ki, bu işin içərisində olan həm də onun saxladığı oğlanı Azər Süleymanovdur və o vaxtdan bəlkə də artıq araları dəyib, uzaqlaşıb və bilib ki, iş buna gedib də çıxacaq. Çünki İqtisadiyyat Nazirliyindən bu işlə, qaçaqmalçılıq işi ilə məşğul olan, yəni siqaretdirsə bu aksizli və markalanmış mallar kateqoriyasına girir. Onu bu işlə məşğul olan Azər Süleymanov olacaq və öz karyerası, özü üçün adını təmiz çıxartmaq üçün sevgilisindən də, Azərdən də ayrılıb və sonrasında torbası tikilib və işdən çıxarılıb. Əslində həbs edilməlidir. Amma həbs edilməyib Azər Süleymanov. Azər Süleymanov ona görə həbs edilməyib ki, çünki İqtisadiyyat Nazirliyinin Mikayıl Cabbarovun yatağında olan adam olubdur bu. Üzr istəmək, sizə bu sözlər bəlkə də, necə deyim, ya inandırıcı gəlməyə bilər, amma son zamanlar, elə illər boyu da ifşa edilən, bu hakimiyyətdə oturanların yaramazlıqları, prezident ailəsinin özündə baş verənlər, da sizə nə isə sübut etməyə ehtiyac yoxdur. Nə yaramazlıqlar, nə üzdən iraqlıq varsa, hakimiyyətdə vəzifələrdən çıxır. Və İqtisadiyyat Naziri Mikayıl Cabbarovu da yaxından tanıyanlar bilir ki, o kişilərlə münasibəti sevir. Baxmayaraq ki, onun özünün də həyat yoldaşı var, Nigar adlı. Və Azər Cabbarov xaricdəki şirkətləri və villaları işsiz, doğmaca bacısı Nərminə Nəcəfovun və Azərlatariyada müşavir vəzifəsində işləyən bacısının əri, adaşı Mikayıl Nəcəfovun adına rəsmiləşdiribdir. Şirkətlərdən birinin, yəni
Florida Limited Liability Company şirkətinin sənədini təqdim etdik. İndi isə şirkət sənədində göstərildiyi ünvanda yerləşən villanın içdən həm də bayırdan şəkillərini göstərək. Şəkillər villa əvvəlki sahibindən satın alınarkən əmlak saytında yer alıb və azad söz həmin şəkilləri Azərbaycan xalqına, kasıb millətimizə təqdim edir. Villa 2.801.500 dollara alınıb. Ey kasıb Azərbaycan xalqı, uzaqdan baxın sizin pullarınız haralardadır, kimlərindir. Mikayıl Cabbarovun bacısı və yeznəsinin adına olan şirkətlərin menecerləri isə Ülvi Məmmədov və Ülkər Nuriyeva adlı şəxslərdir. Qeyd edim ki, Mikayıl Cabbarovun bacısı Nərminə Nəcəfova və onun əri Mikayıl Nəcəfov həm də ABŞ vətəndaşlarıdırlar. Sual edirəm, ey iqtisadiyyat naziri. Biri bacısıdır şəkildə olan, digəri isə həyat yoldaşı, səhv etmirəmsə adı Nigardır. Amma yəni onun özü də bilir ki, bu oğlanbazdır. Ölkədə iqtisadiyyat ölübmü ki, bacın və yeznən ABŞ vətəndaşlığını qəbul edib və ABŞ-da biznes idarə edirlər. Hə, özünüz də bilirsiniz ki, ölkədə iqtisadiyyatı iflic etmişsiniz. Özünüzün olmayan bankları bağlamışsınız. İş adamlarını vətəndən didərgin salmışsınız. Hətta yerdə qalan kiçik və orta biznes də öz əlinizdədir. Kobiyanın başında Mehriban Aliyevanın bibisi oğlu Altay Həsənovun yeznəsi Orxan Məmmədov dayanıbdır. Ölkə ancaq sizindir. Dədənizdən qalıb bu ölkə sizə. Araşdırmalarımız davam edir. Növbəti videoda Mikayıl Cabbarovun Paşa Holdingdə otuzdurduğu xalası oğlundan və onun ailəsindən və ailəsinin lüks həyatından danışacağıq, materialları, şəkilləri təqdim edəcəyik. Qoy xalq oğruları, ailələri, uşaqları, arvadları ilə birgə tanısın. Çünki bu oğrular oğurladıkları haram pulları öz övladlarına, arvadlarına yedizdirirlər, geyindirirlər. Sizi isə ac saxlayırlar. Mikayıl Cabbarov... Dostlar, bu videonu da bəyənin, hamı bilsin Mikayıl Cabbarovun hansı yuvanın quşu olduğunu. Əslində, Mikayılın özünün kəlləsi getməlidir, vəzifədən azad olunmalıdır. Çünki onun nazirliyində və bu nazirlikdə Heydər Əliyevin özü də işləyir. Hansısa şöbənin müdürüdür, bilmirəm. O da yəni fantastik gəlib otuzdurulubdur o vəzifədə. Birdən-birə heç bir yerdə işləməyən Heydər Əliyev, balaca Heydər, İqtisadiyyat Nazirliyində şöbə müdürü olur. Aman olma. Sonra da Sokarı da ümumiyyətlə verirlər. Heydərə deyirlər ki, buranın nəzarətini sən elə qeyri-rəsmi, rəsmi başqasıdır, Rövşən Nəcəfdir, doğrudur. Lakin gördüyünüz kimi Davosda İlham Əliyevlə bərabər Sokarın təmsilçisi Heydər Əliyev oturmuşdu Mikayıl Cabbarovun yanında. Gerçəkləri vaxtında öyrənmək istəyirsinizsə Azad Söz kanalına abunə olun. Bəyənin, paylaşın, sağ olun.